Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilə bilər. Bu barədə Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoslev danışıb. Nazir bildirib ki, işdən qovulan, eləcə də universitetdən xaric edilən, barmaq izi məlumatlarını təqdim etməyən şəxslər ölkə ərazisini tərk etməlidir. İşini itirən, universitetdən xaric edilən, daktiloskopiyadan keçməyən, rus dilini öyrənməyən və Rusiya cəmiyyətinə fayda gətirməyən şəxslər ölkəmizi tərk etməlidir. Xatırladaq ki, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minib. Bu tədbirlər çərçivəsində qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur. Sözügedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatlarını həyata keçirə bilməyəcəklər. Bununla yanaşı 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin ondan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub. Onu da bildirək ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.